Salam, hər vaxtınız xeyir olsun dəyərli Azərbaycan xalqı və Qaydama səhifəsinin dəyərli izləyiciləri. Bildiyiniz kimi bu gün metroda hadisələri baş verdi. Çox şükür Allaha ki, ölüm itim olmadı. Sağ olsun dövlət orqanları vacib tədbirlər gördülər, insanlar təxliyə olundular və şükür Allaha ki, ciddi bir problem olmadı. Bugünkü yaranan problemlə bağlı danışmaq istəmirəm. Zaten onu dövlət orqanları vacib açıqlamalar verəcəkdir. Lakin metroda, metropolitində başqa bir çox ciddi bir problem sezirəm. Və çox xahiş edirəm ki, bu videom kimlərsə qarşısına çıxarsa bunu paylaşsınlar. Baxın dostlar, mən özüm də metrodan istifadə edirəm, ara sıra metroya düşürəm. Demək istədiyim nədən ibarətdir? Metropolitində siz diqqət eləyin, qatar gələrkən qatarda maşinistin, yəni qatar sürücüsünün sayı çox vaxt bir nəfər olur. Tək-tük hallar olar ki, mən 2 nəfər maşinist görərəm. Deyərdim ki, çox vaxt, yenə deyirəm, bir nəfər olur. Keçən Türkiyədə, hətta Bakıda belə bir hadisə baş verdi. Deməli, ümumi istifadədə olan nəqliyyat vasitəsi, yəni avtobusun sürücüsü içəridə avtobusda çoxlu sayda insanlar olarkən halı pisləşdi, özünü pislədi və dərhal maşını sağa çəkdi qəzadan yandıraraq və təəssüf olsun ki, dünyasını dəyişdi infarkt halından. Bu sürücünün ayaq sağlığı nəticəsində bir çox insanların həyatı xilas oldu. İndi diqqəti nəyə yetirmək istəyirəm? Baxın dostlar, biz insanıq. Heç birimiz heçdən sığortalanmamışıq və onu demək istəyirəm ki, Allah hər kəsə can sağlığı versin. Hətta metropolitində olan maşinistlərə can sağlığı versin. Amma Allah göstərməsin. Təsəvvür edin ki, bir nəfər maşinist var və minlərlə insan gedir qatarın içərisində, yüzlərlə insan gedir qatarın içərisində və Allah göstərməsin, o maşinist qəfil özünü pisləsə və ya Allah göstərməsin infarkt hala keçirsə, yaşana biləcək faciəni təsəvvür edə bilirsinizmi? Bu qatar kimi saxlayacaq və çoxlu sayda insanların həyatı məhv ola bilər və böyük bir faciə baş verə bilər. Mən düşünürəm ki, metropolitində qatarları idarələyən şəxs, yəni maşinist, qatar maşinisti, metro maşinisti və ya metro sürücüsü deyək, qatar sürücüsü deyək, fərq etməz, hamısı eyni mənanı daşıyır. Onların sayı 2 nəfər olmalıdır. Ki, Allah göstərməsin, maşinistin birinin halı pisləşəsə, digər maşinist dərhal tədbir görməli və yaşana biləcək faciənin qarşısını almalıdır. Çox xahiş edirəm videonu paylaşaq, çox insanların qarşısına çıxsın. Hətta metropoliten rəhbərliyi və yaxud da digər başqa orqanlar, hansı ki metropolitenə nəzarət edən orqanlar varsa, bu videom çıxarsa qarşınıza, çox xahiş edirəm fikirlərimi dəyərləndirin. Sizlər də analiz edin. Çünki Allah göstərməsin, dediyim kimi bir hadisə baş versə, böyük bir faciə baş verə bilər və biz hamımız Azərbaycanlıyıq. Allah millətimizi qorusun, Allah xalqımızı qorusun, Allah dövlətimizi qorusun. Yaxşı olar ki, metroda, qatarlarda maşinistlərin sayı bir yox, 2 nəfər olsun ki, gələcəkdə yaşana biləcək faciələrin qarşısını alan bir şəxs olsun. Sağ olun, diqqətiniz üçün. Minnətdaram hər birinizə.